Salam, hər vaxtınız xeyir olsun. Deməli, mən bu videoda sizə əgər övladınızın parolu və otisini itirmisinizsə, otis kodu necə görmək lazım olar, hardan daxil olub baxmaq olar və parolu necə yeniləmək olar, onu izah edəcəm. Birinci, hər hansı bir brauzerdən, yəni Google-da olar, daxil olursunuz. Axtarış bölməsinə rəqəmsal məktəb yazırsınız. Axtarışda çıxan ilk hissəyə, linkə daxil olursunuz. Link çıxdıqdan sonra burada görürsünüzmü, şagird, valideyn və müəllim bölməsi var. Valideyn olaraq daxil olursunuz, üzərinə vurursunuz. Burada Sima ilə daxil oluruq. Biraz vaxt alır bu, gözləyirik. Daxil olduqdan sonra açılsın. Bu hissədə artıq biz övladımızın haqqında məlumatları və s. görə bilərik. Bəs yaxşı, şifrə necə təyin edirik? Bu yuxarıda gördüyünüz 3 xətt işarəsi var. Ora daxil oluruq. Ora daxil olduqdan sonra aşağı hissədə baxın, övlad üçün şifrə təyini. Birinci, əgər sizin bir neçə övladınız varsa, bu hissədən övladınızın adını seçirsiniz. Seçdikdən sonra övlad üçün şifrə təyini bölməsinə daxil olursunuz. Burada gördüyünüz bu birinci hissə sizin övladınızın otis kodu olur. İkinci bölmədə isə əgər siz şifrəni unutmusunuzsa, itirmişsinizsə, buradan şifrə təyin edə bilirsiniz. Bəs burada daxil etdikdən sonra yenə də itirsəz, yenə eyni qayda ilə daxil olub bir neçə dəfə şifrənizi yeniləyə bilərsiniz. Şifrənizi yeniləyən zaman mütləq şəkildə burada sayt bizdən nə istəyir? Bir böyük hərf. Baxırıq, indi məsələn, görünən eləyirəm mən bunu. Tutalım ki, yazıram. Namazov, tutaq ki, ədalət, məsələn. Yazdım. Yazdıqdan sonra bura bir rəqəmdə yaza bilərsiniz. Tutalım, yazıb belə. Bir də hansısa bir işarə, buradakı hansısa bir işarələrdən birini təyin edə bilərsiniz. Buradan yazdığınızın eynisini götürürsünüz. Burada yazırsınız. Eyni işarəni, eyni formada, yəni necə istəyirsiniz, o cür bir şifrə təyin eləyin. Təsdiq edə vurursunuz, şifrə təsdiqlənir. Bu qədər sadə. Təsdiq edə vururuq. Əgər parolu yenilənməsə, hər dəfə bir problem olsa, yəni bu bəzən rastımıza çıxır. Mənim özüm müəllim olaraq parolumu yeniləyəndə hər dəfə bir problem çıxırdı. Bu zaman nazirliyə zəng eləyib, oradan yeni bir parol təyin etmələrini xahiş edə bilərik.